Salam əziz şagirdlər, necəsiniz? Ümid edirəm ki, hər biriniz yaxşısınız. Biz bugün sizinlə məchul azalanın tapılması mövzusunu keçəcəyik. Əgər hazırsınızsa, dərsimizə başlaya bilərik. Dərsdə öyrənəcəyik. Məchul azalanın tapılması. Tapşırıqlar. Lalənin ad günü idi. Onun ad günü şənliyində bütün yaxınları iştirak etmişdi. Lalə həyəcanla hədiyyələrini açırdı. Hədiyyələrdən 5-ini açandan sonra açılmayan daha 4 hədiyyəsi qaldığını görür. Əziz şagirdlər, sizcə onun neçə hədiyyəsi var? Məchul azalanın tapılması. Əziz şagirdlər, bağçada əvvəlcə bir neçə gülü var idi. Daha sonra güllərdən 4-ünü dərdilər. Beləliklə, bağçada 3 gül qaldı. Gəlin bunu misal şəklində yazaq. Əziz şagirdlər, siz bilirsinizmi, bağçada əvvəlcə nə qədər gül var idi? Xeyr, bilmirik. Buna görə biz bunu məchul ədəd kimi götürürük. Daha sonra 4 gülü dərdilər. Əgər biz nəyisə dəyiriksə, nəyisə götürürüksə, bu zaman hansı əməldən istifadə edirik? Bəli, doğrudur. Bu zaman biz çıxma əməlini istifadə edirik. Deməli, biz bu misalı bu cür yaza bilərik. Məchul ədəd çıx 4 bərabərdir 3. Çıxmanın komponentləri nə idi? Azalan, çıxılan, fərq. Doğrudur. Burada azalanı bilmirik. Buna görə bu azalan bizdə məchul azalan olacaq. 4 isə doğrudur, çıxılan olacaq. 3 isə fərq olacaq. Bu misalda biz məchul azalanı tapmalıyıq. Məchul azalanı tapmaq üçün fərqin üzərinə çıxılanı əlavə etməliyik. Yəni 3 üstəgəl 4 yazmalıyıq. 3 üstəgəl 4 neçə edir? Bəli, doğrudur, 7 edir. Deməli, bizim məchul azalanımız 7-dir. Əvvəlcə bağçada 7 gül var idi. Onun 4-ünü dərdik və beləliklə nəticədə bağçada 3 gül qaldı. Gəlin bunu ədəd üçlüyündə baxaq. Ədəd üçlüyündə tam hissə məchuldur. Və məchul ədəd 2 hissəyə ayrılıb. 3 və 4. Məchul ədədi tapmaq üçün, yəni tam ədədi tapmaq üçün biz 3-ün üzərinə 4-ü əlavə etməliyik. 3 üstəgəl 4 bərabərdir. Bəli, doğrudur. 7. Deməli, məchul ədəd 7-dir. Məchul azalanın tapılması. Məchul azalanı tapın. Gəlin tapaq. Çıxmanın komponentləri nə idi? Azalan, çıxılan, fərq. Azalanı bilmirik. Deməli, bu bizdə məchul azalandır. Məchul azalanı tapmaq üçün fərqin üzərinə çıxılanı gəlirik. Yəni, 6 üstəgəl 2 yazacaq. 6 üstəgəl 2 neçə edir? Bəli, doğrudur. 8 edir. Deməli, məchul azalan 8-dir. Keçək digər misala. Məchul azalanı tapmaq üçün fərqin üzərinə çıxılanı gəlməliyik. Yəni, 7-nin üzərinə 3 gəlməliyik. 7 üstəgəl 3 neçə edir? Əhsən sizə, 10 edir. Deməli, məchul azalan 10-dur. Keçək digər misala. Burada da məchul azalan, çıxılan, fərq var. Məchul azalanı tapmaq üçün fərqin üzərinə çıxılanı gəlirik. Yəni, 2 üstəgəl 4 yazırıq. 2 üstəgəl 4 neçə edir? Bəli, 6 edir. Deməli, məchul azalan 6-dır. 6 çıx 4 bərabərdir 2.
Əziz şagirdlər, əgər mövzu sizin üçün tam aydındırsa, gəlin sualımızı cavablandıraq. Lalə hədiyyələrdən 5-ini açmışdır. Hələ açmadığı 4 hədiyyəsi qalmışdır. Biz burada Lalənin hədiyyələrinin ümumi sayını tapmalıyıq. Əziz şagirdlər, siz bilirsinizmi Lalənin neçə hədiyyəsi var idi? Xeyr, bilmirdik. Bunun üçün biz bunu məchul ədəd kimi götürürük. Lalə hədiyyələrindən 5-ini açıb, götürüb. Biz bu zaman hansı əməldən istifadə edirik? Doğrudur, çıxma əməlindən. Deməli, çıx 5. Çünki 5 hədiyyəsini artıq açıb. Bəs neçə hədiyyəsi açılmamış qalıb? Doğrudur. 4 hədiyyəsi. 1, 2, 3, 4. Deməli, biz burada məchul azalanı tapmalıyıq. Məchul azalan, çıxılan, fərq. Məchul azalanı tapmaq üçün nə etməliyik? Fərqin üzərinə çıxılanı gəlməliyik. Deməli, yazırıq. 4 üstəgəl 5. 4 üstəgəl 5 neçə edir? Bəli, doğrudur. 9 edir. Deməli, məchul azalan 9-dur. Bu deməkdir ki, Lalənin 9 hədiyyəsi var idi. Tapşırıqlar. Boş xanalarda hansı ədədlər olmalıdır? Əziz şagirdlər, video fasilə verərək tapşırığı özünüz həll etməyə çalışın. Gəlin indi isə tapşırığın həllinə birlikdə baxaq. Deməli, biz burada boş xanalarda ədədlər yazmalıyıq. Azalan, çıxılan, fərq. Uşaqlar, burada azalan varmı? Xeyr, yoxdur. Deməli, bu azalan məchul azalandır. Məchul azalanı tapmaq üçün fərqin üzərinə çıxılanı gəlməliyik. Yəni, 5 üstəgəl 4 yazırıq. 5 üstəgəl 4 bərabərdir. Bəli, doğrudur. 9-a. Burada da məchul azalanı tapmalıyıq. Məchul azalanı tapmaq üçün 4 üstəgəl 3 yazırıq. 4 üstəgəl 3 bərabərdir. Doğrudur. 7-yə. Bu misalda da məchul azalanı tapmalıyıq. Məchul azalanı tapmaq üçün fərqin üzərinə çıxılanı gəlirik. Yəni, 7 üstəgəl 0 yazırıq. 7 üstəgəl 0 bərabərdir. 7-yə. Doğrudur. Bu misalda da məchul azalanı tapmalıyıq. Məchul azalanı tapmaq üçün 2 üstəgəl 6 yazırıq. 2 üstəgəl 6 bərabərdir 8-ə. Əhsən sizə. Əziz şagirdlər, gəlin sonuncu tapşırıq ilə davam edək. Sərçə budaqdakı quş üzümündən 2 dənəsini yuvasına apardı. Budaqda 6 quş üzümü qaldı. Əvvəlcə budaqda neçə quş üzümü var idi? Əziz şagirdlər, video fasilə verərək tapşırığı özünüz həll etməyə çalışın. Gəlin indi isə tapşırığın həllinə birlikdə baxaq. Deməli, əvvəlcə budaqda bir neçə quş üzümü var idi. Sərçə onlardan 2 dənəsini yuvasına aparır və beləliklə budaqda 6 quş üzümü qalır. Əziz şagirdlər, budaqda əvvəlcə nə qədər quş üzümü vardı? Bunu bilirikmi? Xeyr, bilmirik. Deməli, bu bizdə məchul ədəddir. Sərçə 2 dənəsini yuvasına aparır. Deməli, əgər nəyisə aparırıqsa, nəyisə götürürüksə, bu zaman biz çıxma əməlini istifadə edirik. Deməli, 2 dənəsini aparırsa, yazırıq. Çıx 2. Və beləliklə, budaqda 6 quş üzümü qalır. Bərabərdir 6-ya. Biz burada azalanı tapmalıyıq. Məchul azalan, çıxılan, fərq. Məchul azalanı tapmaq üçün
fərqin üzərinə çıxılanı gəlirik. Yəni 6 üstəgəl 2 yazırıq. 6 üstəgəl 2 bərabərdir. Doğrudur 8-ə. Deməli, bizim məchul ədədimiz 8 idi. Bu o deməkdir ki, əvvəlcə budaqda 8 ədəd quş üzümü var idi. Əhsən sizə. Əziz şagirdlər, biz bugün sizinlə məchul azalının tapılması mövzusunu öyrəndik. Bu mövzuyla bağlı bir sıra tapşırıqlar həll etdik. Ümid edirəm ki, dərs sizin üçün tam aydın oldu. Gələn dərslərdə görüşənədək.